Hər kəsə salam. Səhər yeməyi hazırlayıram. Çaynika doldurdum, qoydum. Dəm çaynika da qoymuşam, dəmləyirəm və zavtraq hazırlayıram. Deməli, bugün bizdə səhər yeməyində grenki olacaq. Bu yumurtanın içinə mən süd əlavə eləyirəm. Belə daha qəşəng olur da, dadlı olur. Belə. Bir də təzə aldığım makkaş deyəsi, hə? Elə deyirsiniz. Yoxsa makkaş göz üçündür bu. Nəsə belə bir şey aldım və bunu elə işlədirəm ki, çox xoşuma gəlir, çox bəyənirəm. Həm materialı bilirsiniz necədir bunun, incədir, belə toxunuşu adama xoş gəlir. Belə. Məndə bundan əvvəl var idi. Kobud bir materialdan idi, həm də ki çox iti idi. Həmişə əlimi ondan kəsirdim. Amma bu elə incədir ki, çox qəşəngdir. Həm rəngi xoşuma gəlir, həm də ki özü də qəşəngdir. İndi elə yeməkləri bişirirəm, çalışıram daha doğrusu elə yeməkləri bişirim ki, bunu işlədim. Hələ ki buna həvəsliyəm. Belə. Nəsə səhər yeməyi hazırlayıram. Uşaqlar yavaş-yavaş dururlar və biz oturaq yeməyimizi yeyək. Qəzədə yaşayanlar bilirlər. Aptavoya getmişdim. Aptavoy harda yerləşir onu yəni ki bilirlər. Ora getmişdim. Sizə gəlin göstərim nələr almışdım. Belə popkek götürdüm uşaqlara. Bu həmişə yəni evdə gündəlik yemirlər. Bu sadəcə məktəb üçün alıram. Misal üçün elə olur ki, məndə bir şey olmur, uşaqların sumkasına qoyum, məktəbdə atışdırsınlar. Və belə hazır olan şirniyyatlar evdə olanda mənə daha rahat olur. Çox vaxtı bunlardan istifadə eləmirəm, şkafda durur sadəcə. Evdə özünüz görürsünüz də, arada sizə də göstərirəm. Atışdırmalı, uşaqlara boks necə yığıram və çalışıram evdən qoyum. Amma arada elə olur ki, heç nə eləməyə axot olmur və ona görə belə hazır şirniyyatlar olanda bunu qoyuram. Yanına meyvə, tərəvəz, kök, yəni belə şeylər yanına qoyuram. Uşaqlar məktəbdə yeyirlər. Deməli, bunu almışdım Aptavoyda. Sonra Nescafe 3-ü birində bir dəfə sizə göstərmişdim. Bundan mən almışdım. 4 manat 30 qəpiyə idi. İçində 20 dənədir. Bir dənəsi 25 qəpiyə düşür deyəsə, səhv etmirəmsə. Deyəsə elə idi, mən belə çünki hesablamışdım. İçində 20 dənədir. Yoldaşım bunu xoşlamır, deyir çox südlüdür. Südlə olan bir şeylər heç xoşlamır və ona görə bunu özüm içəcəm. Hər gün kofe içmirəm. Hardasa 2 gündən bir, 3 gündən bir belə yadıma düşəndə və nəsə belə maraqlı bir şey yemək ya da ki içmək istəyəndə onda bu kofeni içirəm. Yadınızdadır, bunu axırıncı dəfə nə vaxt almışdım? Deyəsə hardasa 1 ay ucu keçib də üstündən. Belə, yəni ki bu uzun müddətli deyil. Bu arada gəlin bilirsiniz necə eləyək? Yoxlayın mən bunu nə qədər işlədəcəm. Üstünə bugünkü tarixi yazacağam və axırıncı paçkanı işlədəndə deyəcəm sizə bu məndə nə qədər getdi. Mən belə eləyəcəm. Daha maraqlı olacaq bu. Sonra bu qardı uşaqlara almışam. Bundan qabaq da birini almışdım. Düzdür, biraz balaca idi. Aldım və uşaqlar hər gün bir dəfə gedirlər, pıskırdırlar, deyirlər mama onlar bircə dəfə pıskırdım, icazə verirəm və mənə elə gəlir ki, artıq orada heç nə qalmadı, dibində qalıb. Ona görə dedim bunu da alım. Düzdür, bunu gizlədəcəm. İndi uşaqlar evdə yoxdur. Bunu gizlədəcəm və bayramda çıxardıb uşaqlara verəcəm. Çox sevinəcəklər, çünki üstündə belə bir eybəcərlər var. İndi bu eybəcərlər moddadır da, özünüz bilirsiniz. Sonra belə stəkanlar almışam. Bu xrustal deyil, xrustala oxşardı bu. Analıq və bunu özümə yox, bunu bibimə almışam. Sabah bibimgilə gedəcəm və bu ona çox lazım olacaq sabah və ona görə dedim alım, aparım. Keçən dəfə bibimgilə gedəndə onda stəkanlar az idi, çatmamışdı və ona görə dedim bir paçka mən də alım, aparım. Onsuz da gedəndə nəsə alırıq və mənim baldızım demiş, belə şirniyyat, mirniyyat, belə şeyləri almaqdansa lütfü qab-qacaqları alaq ki, yadigar qalacaq bizdən. Belə və ona görə mən də belə stəkanlar aldım ona. Bibimə aparacam. Şokolad aldım. Mən şokoladın almağını azaltmışam. Şokoladı az yeyirəm. Uşaqlar da məndə elə də çox xoşlamırlar. Yeyirlər, amma elə də çox yox da. Və
artıq şokoladı azalıram. Əvvəllər şokolad dəhşət çox alırdım. Hər dəfə dükana girəndə bir dənə çörək alanda da yanına 200-300 qram şokolad alırdım. Çünki özüm dəhşət çox yeyirdim. İndi də istəyirəm, indi də xoşlayıram. Mən şirniyyat xəstəsiyəm və özümlə mübarizə aparıram. Şirniyyatı çox yeməyim. Bir ara təmiz kəsmişdim. Hardasa bir ay yeməmişdim. İndi baxıram ki, yenə də istəyirəm də, neyniyim, özümdən asılı deyil və ona görə aldım. Az alıram, ayda bir dəfə, bəlkə də ayda 2 dəfə alıram. Çayla içirəm şokoladı, amma bir dənə şokoladla belə uzaldıram da, kruşkanın axırına kimi belə uzaldıram. Amma əvvəl bir kruşka ilə 2 dənə şokoladla içərdim. Belə əziyyət çəkirəm bir sözlə. Nəysə. Çi Oreo aldım. Burada yarım kilodur. Kilosu 8 manat neçə qəpiyə idi. Bu da 4 manat neçə qəpiyə çıxdı məndə. Özünüz bilirsiniz də dükanda bunların qiyməti necədir, necə bahalaşdı. Bu krokant kilosu 5 manata idi, yadınızdadır. Əgər bu şokoladı alırdınızsa, bilərsiniz ki, bunun qiyməti 5 manata idi. İndi bunun qiyməti 11 manat neçə qəpidir. Dəhşət, mən sadəcə şokdayam da. Bu qədər qiymət qaldırmaq olar. Nəysə, Aptavoyda bu da 8 manat neçə qəpik olmuşdu. Mən aldım hərəsindən yarım kilo. 4 manat neçə qəpik bu çıxdı və bu 4 manat neçə qəpiyə çıxdı. Sonra evə 2 dənə çörək. Bu uje Aptavoyda deyil də, evimizin yanında olan dükanda. Yoldaşıma biraz prənik götürmüşəm. Biraz ağ, biraz şokoladını. O prənik xoşlayır. Özdə prənika bilirsiniz nə deyir? Qurtlu qalet deyir. Çox maraqlıdır. Birinci dəfə yoldaşımdan bu sözü eşidəndə o qədər gülmüşdüm ki, birinci dəfə də eşidirdim ki, prənika qurtlu qalet deyərlər. Siz hansı regionda yaşayırsınız və prənika nə deyirsiniz? Mənə çox maraqlıdır. Mütləq rəylərdə yazın. Mənim yoldaşım isə buna qurtlu qalet deyir. Özdə o tək yox ha. Bütün Gürcüstanlılar buna qurtlu qalet deyir. Və burada 2 dənə maykadır, Leyliyə almışam, bunları uje göstərməyəcəm. Belə, indi aparım bunları hamısını yerinə qoyum. Oy, təngi nəfəs oldum və gedim bir stəkan Nescafe içim. И всё. Bir də bunu içəcəm 2 gündən sonra. Vlogun birində burada təmizlik işi gedəndə mən də kremlərdən danışmışdım. Yəni üzümə o qədər də çox qulluq eləmirəm. 100 dənə kremim yoxdur. Gün ərzində misal üçün 5-6 dənə krem sürtüm, nə bilim sıvırtka, zat belə şeylər mən eləmirəm. Çünki mən belə şeylərə inanmıram. Əlbəttə ki, üzə qulluq lazımdır, nəmləndirmək üzünü lazımdır, yumaq hər gün lazımdır, onu eləyirəm. Amma 1000 dənə krem üzümə sürtüm, yox, belə şey məndə yoxdur, yalan deyə bilmərəm. Və sizə göstərim hansı krem eləyirəm. Çünki bir dənə vlogun, həmən o vlogun altında bir nəfər yazmışdı ki, krem göstərin, hansı krem işlədirsiniz. Baxın. Belə bir krem bu dəqiqə hal-hazırda bunu işlədirəm. Bundan qabaq məndə Liren'in kremi var idi. Onu mənə bacım hədiyyə eləmişdi. Çox qəşəng krem idi. Üzü qəşəng nəmləndirirdi. Həm üz yağlı saxlanmırdı, həm də ki qəşəng nəmləndirirdi. Bu misal üçün krem necədir? Bunun üzdə qalmağı çox bəyənirəm, amma elə bir ki, yağ saxlayır da üzdə. Biraz yağlı olur üz. Onda nə iş görürəm, sizə deyim. Üzümü krem eləyəndən sonra üstünə salfetka ilə belə sürtmürəm də. Elə belə eləyirəm və belə. Yəqin ki, başa düşdünüz də. Belə eləyirəm və qalan o yağ nə varsa, kremin də yağlılığı nə varsa onu götürürəm. Çünki bu mənə narahat edir. Rahat belə evdə gəzə bilmirəm. Hal-hazırda bu kremi işlədirəm. Bu deməli serumdur. Bunu üzümə eləyirəm. Təmiz üzümü qəşəng yuyuram. Sonra üstünə bunu eləyirəm. Bu quruyandan sonra bu kremi sürtürəm. И всё. Başqa heç bir şey eləmirəm. Hətta üzümə masaj eləyəndə yenə də bu kremdən istifadə eləyirəm. Başqa heç bir şey eləmirəm. Bir də bunu göstərim. Cinkovая maz. Bunu aptekdə almışdım. Bu da çox qəşəng bir şeydir. Üzü mat eləyir. Çox qəşəng üz olur bu kremi mazi çəkəndən sonra. Daha doğrusu bunu axşam üzə sürtürsən, səhər durursan və səhər duranda əgər bunu axşamdan eləyəndə üzümü səhər yumuram. Belə.
Bu çox gözəl mayzdır. Mən bunu çox bəyənirəm. Üzü çox qəşəng belə mat eləyir. Həm mat eləyir, həm də ki belə elə bir ki tonu düzləşdirir də bu mayz. Çox qəşəngdir. Amma bunu nazik sloyla eləmək lazımdır. Qalın sloy eləyəndə o da üzü yağ kimi saxlayır da. Belə başqa da heç bir şey. Hə, bir də sizə deyim nə eləyirəm. Aptekdan vitamin Y alıram, bir də glitserin. İnşallah ki bu serum bitəndən sonra bu butulочkanı tullamayacağım. Bunun içinə əlavə eləyəcəm və sizə göstərəcəm. Vitamin Y, bir də glitserin. Yəni 1 к 1-dır. Yəni eyni misal üçün bir tübik vitamin Y o qədər də glitserin olmalıdır. Qarışdırırsan, bunun içinə eləyirsən, pipetka olmalıdır da, yəni. Üzünə eləyirsən. Çox qəşəng nəticə olur. Üzü mat göstərir, düzləşdirir. Mən bəyənirəm. Mən nəyə üstünlük tuturam? Təbii aptekdən alınan şeylər daha buna inanıram. Nəinki o bahalı kremlər satılır. Bu kremlərə inanmıram. Yəni onlar havayı elə belə pul, yəni veririk də belə. Nəsə. Soruşdunuz, mən də sizə göstərdim. Baxın, belə şeylər bu dəqiqə işlədirəm. Bir də o bayaq dediyim kimi glitserinlə vitamin Y, bir də onun içinə çay ağacı qatmaq olar. Yağı, daha doğrusu çay ağacının yağını qatırsan, çox qəşəng nəticə olur. Belə bu qədər. İndi bu bitəndən sonra görüm nə alacağım, hansı krem alacağım. Misal üçün bir kremi çox işlədə bilmirəm də. Tez bezirəm kremdən. Uca bezəndə başlayıram əlimə, boynuma, nə bilim, hər yerə bu kremdən sürtürəm. İndi yox hələ təzədir. Bunu da mənə bacım hədiyyə eləmişdi. Hə, bunu bacım hədiyyə eləmişdi, amma əvvəllər bunu işlədirdim, özüm aptekdən alırdım. Belə bu qədər. Yəni məndə belə yoxdur da, çoxlu burada kremlər olsun, sıvırtkalar, serumlar çoxlu olsun ki, sizə göstərim və deyim ki, gündə 100 dənə krem üzümə sürtürəm. Yox, məndə belə şey yoxdur. Yalan deyərəm. Dekabr ayında ən sevdiyim yer, baxın, buradır. Kresloda otururam və həmişə yolkaya baxıram, iqruşkalara baxıram, hansı ki parıldayırlar, rənglərinə baxıram. Hər bir iqruşka nəsə xatırladır. Bəzi oyuncaqları yoldaşımla birlikdə almışdıq, uşaqlar olmamışdan qabaq. Sonra birinci uşağımız olandan sonra, ikinci uşağımız olandan sonra oyuncaqları alırdıq və bunlara baxıram və yadıma düşür o günlər. Arada otururam bu yolkaya baxıram, arada isə otururam bizim gözəl şəhərimizə baxıram. Adətən axşamlar baxıram, qaranlıq olanda və hər yerdə işıqlar yanında, onda daha maraqlı olur çölə baxmağa. İndi də qəşəngdir, amma kamera elə də göstərmir də. Kamera başqa cür göstərir. Belə. Çox xoşlayıram bu mənzərəni, çox sevirəm. İnsanı həqiqətən də bu mənzərə sakitləşdirir. Baxırsan bu yolka nədir ki? Bu uşaqlar üçündür də. Amma məni də sakitləşdirir. Ən sevimli bayram Yeni il bayramıdır. Daha doğrusu bu bilirsiniz nə bayramıdır? Nağıllar bayramı. Burada ancaq nəsə xəyal qurasan, nəsə uydurasan, nəsə bu bayram mənim üçün nağıl kimi bir şeydir. Və hər dəfə ilin sonunda, dekabrın sonunda nəticələri çıxardıram. Yəni bu il ərzində nələr olmuşdu? Hər dəfə ilin əvvəlində, ilin əvvəlində məndə bir dəftər var. O dəftəri siz heç görməmisiniz, heç mənim ailəm də görməyib o dəftəri. O dəftərdə yazıram, arzularımı yazıram. Bir il ərzində mən onları reallaşdırmalıyam. Və elə olurdu ki, alınırdı və üstündən xətt çəkirdim və yanına quş qoyurdum ki, yəni alındı da. Bəzi vaxtlar da elə olur ki, alınmayıb ya da ki, yarımçıq alınıb belə. Və həmişə yazırdım. 25-ci ilin əvvəli heç yaxşı başlamamışdı bizdə və heç yaxşı da bitmədi. Və ona görə o dəftərdə ilin əvvəli
yaxşı bir şey yaşamamışdım deyə orada heç bir şey yazmadım. Düşündüm ki, onsuz da il təzə başladı. Sonra yazaram. Gələn həftə yazaram. O bir həftə yazaram. Və hər dəfə deyirdim ki, sonra yazacağam. Və indi baxıram, il bitib. Mən heç bir şey yazmadım. Çünki həmin vərəq qara rəngdə qaldı. Hər insanın dilində gözəl bir ifadə var. Valideynlərinizi qoruyun. Amma valideynləri qorumaq üçün gərək valideyn özünü birinci növbədə qorusun. Tutaq ki, əgər mən xəstələnsəm və yanımda olan məni sevənlər nə qədər çalışsalar da, nə qədər məni sağaltmaq istəsələr də, əgər mən onu istəməsəm, ya da ki, əgər mən özümə kömək eləməsəm, heç kim məni qoruya bilməz. Buna görə bu sadəcə bir ifadədir. Valideynlərinizi qoruyun. İnsan özünü qorumalıdır. 2026-cı il necə başlayacaq? Hələ heç kim bilmir, amma əlimdən nə gəlirsə çalışacağam. Həmin ili yaxşı keçirdim. Həyat davam eləyir. Bizim uşaqlarımız böyüyür. Çalışacağam daha da uşaqlarıma yaxın olum, sevdiklərimə daha da yaxın olum. İlin əvvəli çalışacağam təzədən o dəftərə öz arzularımı yazım. Hər dəfə bir neçə dənə arzu yazıram və bu il yenə də çalışacağam öz arzularımı yazım və reallaşdırmaq üçün bir hərəkət eləyim. Həyat davam eləyir və hər birimizə ən əsası can sağlığı arzulayıram. Arzu edirəm ki, bütün dünyada sülh olsun, insanlar xeyirxahlıq və xoşbəxtlik içində yaşasınlar. Mən bu mövzuya niyə toxundum bilmirəm. Sadəcə ilin sonunda sonuç çıxartmaq istəyirdim, amma oturdum burada və fikirləşdim ki, mən bu ilin sonucunu nə çıxardacağam ki? Mənim vərəqim sadəcə qara rəngdə qaldı. Nəysə, burada öz söhbətimi dayandırmaq istəyirəm və vloquma davam eləmək istəyirəm. Hər birinizə gözəl izləmələr.